Bəlkə oğlandı. Oğlan qız qarından eyni cür çıxır. Oğlan olsa neyniyərik? Mənim bir fikrim var. Oğlan olsa adını Marie Teresa qoyarıq. Çəhrayı paltar geyindirərik heç kəsə bir kəlmədə. Sonrası görək nə olur. Gərək aradan çıxaq. Yorğançanı bir də suyu götürün. Bəlkə bütün gecəni çəkdi. Hara gedirik? Mən sizi təpənin üstündəki saat qülləsində gizlədirəm. Meşənin yanında. Nə olub belə? İşğaldan sonra da azad zona. Yerli polis quyruq bulayır. Ananıza deyin başqa ayaqqabı geyinsin. Simon, anamın çəkmələrini. Budur, buradadır. Tez olun, sonra izah eləyərəm. Mən hazır. Gəlin, dala qalmayın. Hara gedirik? Qonaqlığa, kefə, görərsən. Qonaqlığa? Onda bəs ayaqqabıları niyə dəyişdim? Simon, kömək elə. Gücüm çatmır. Gərək onu aparasan. Monsieur Marie, kömək eləyin onu aparaq. Hələ uzaqdır. Dedi ki, təpənin üstündəki meşə. İndi yox, əvvəldən fikirləşmək lazımdır. Elə bilirsən təzə cühtlərin vaxtıdır. Köhnələrə özünə yurd yuva axtara gərək. Və qocalar Kuryeyə yalvarsınlar ki, onlara sığınacaq versin. Danışma da, cəmaat yatmaq istəyir. Cəmaat. Tüpürüm cəmaatın üzünə. Gecənin bu aləmi ilə uluyardım ki, gecə gündüz heç kəsin gözünə yuxu getməsin. Başa düşdün? Qoy yatmasınlar. Heç vaxt. Xətrin istəyir çıx bayırda ola. Eşidirsən? Bəs qonaqlıq deyirdin. Hanı qonaqlıq? Başa düşürsən bu nə deməkdir? Başa düşürsən? Bütün gecəni fırlan. Qorx ki, hansısa şapqalı bir əzraf rastına çıxa və sənin şalvarını çıxardıb baxa. Sübut eləyə ki, sən hansı yuvanın quşusan? Madam, icazə ver. Dəqiq izah eləyək. Doğulandan sonra o körpəni boğmaq fikriniz yoxdur ki, hə? Ancaq hər halda anadan olan kimi onun boynuna günah da yükləmək bizə yaraşmaz. Xeyr, əgər oğlan olsa, atası kimi bütün yəhudilər kimi olmalıdır. İndi mümkün qədər anadan daha çox yəhudi doğulmalıdır. Niyə görə? Bilmirəm. Başa düşdüyüm odur. Xeyr, qətiyyən. Bunun başa düşdüyünə bax. Yaxşı, dalına sabah oxuyarsan, gecəniz xeyrə qalsın. Narahatlıq dolu xeyrə. Yəqin məmi müqəddəs su əsəbləşdirir. Gözümə yuxu getmir. Ondan yaxşı ravin çıxardı. Heyf. Gedək. Vaxt itirməyək. Fransız polisi bütün cuhudları yığışdırıb. İrəli. Onlar saat qülləsindən çıxmalıdır. Yemək hazırla. Almanlar qayıtsa necə? Yox. Qovmağı o qədər adamları var ki. Nə qədər pul götürdü? Pulların hamısını. Sonra yemək talonumu, bir də Fransız boy scout kitabçasını.